Həyat yoldaşım Əfqan Sadıqov İlham Əliyev rejimi tərəfindən bu günlərin Bakı vaxtı ilə saat 5 radələrindən oğurlanıbdır. Buna oğurluq deyirəm. Çünki mülki geyimli, qara maskalı, 4-5 nəfər, 4-5 maşın, görünən 4-5 nəfər və 4-5 maşın, artıq maşının içində kimlər olub, bunu artıq İlham Əliyevin havadarları, İlham Əliyev rejiminə xidmət edən polis, prokuratura, DTX sistemi daha yaxşı bilir ki, ora gələn kimlər idi və Əfqanı hara, hansı istiqamətə niyə aparıblar və niyə oğurluyublar. Adam oğurluğu cinayətdir. Bir növ adət ediblər ki, bunlar insanları oğurlasınlar günün orta çağı. Çünki Əliyev rejimində DTX-sı bandit, polisi bandit, prokuraturası bandit, cinayətkar, əlləri qanda vəhşidlər. Mülki geyimli şəxslər yaxınlaşaraq Əfqan Sadıqovu ev geyimində zorakılıq göstərərək, heç bir məlumat vermədən, bir daha deyirəm, zorakılıq göstərərək maşına əyləşdiriblər və aparıblar. Xatırladım ki, bir də bu baş veribdi Cəlilabad rayonunda. Əfqan Cəlilabaddaydı. Aparıblar. Hara aparıblar deyir, özünüz bilərik. Burada ağa bizi kim də soruşubsa yaxında olanlardan deyirlər, öz işinizdən məşğul olun, sizə də problem olmasın. Problem özünüzə istəmirsinizsə öz işinizdən məşğul olun, əlavə sual verməyin.